Bəzi adamları qiyamət gün gətirərlər sorğu sual eləməyə. Görərlər ki, günahı savabından çoxdur. Günahı savabından çox olanda mələklər deyər ki, bu cəhənnəm, bu sən, bu da yol. Xoş getdin, buyur, get cəhənnəmə tərəf. Bilir də ki, getməsə, aparacaqlar da orada da. Qolva girib hörmətlə, hörmətsiz aparacaqlar. Xuzuhu fəqullu, Quran buyurur ki, onu saxlayın və zəncirləyin. Summəl cəhimə sallu, aparın onu cəhənnəmə tərəf. Bəzi insanlar belə gedəcək. Bu neyinir? Bu başını aşağı salır, gedir. Ədəbin orada da rolu var. Ədəbli adamdır. Başını aşağı salır, Allah dedi, gedirəm. Gedir, Allahdan nida gəlir mələklər. Saxlayın onu, qaytarın. Qaytarın. Deyirlər, ilahi niyə? Bir qaytarın, çağırır, deyir ki, bunun bir əməli var ki, indi onu tərəziyə qoyacaq. Bütün günahlardan ağır gələcək və nicat tapacaq. Mələklər deyir, ilahi, əməl dəftərində görmədi axı. Deyir, onu bizim öz aramızdaydı. Bizim öz aramızdaydı. Nə idi o əməl? Bir gecə deyir, gözünə yuxu gəlmədi, durdu ayağa. Oturdu bir küncdə, boynunu büşdü, dedi, ilahi, mən günahkaram, dedi, ağladı, gözündən yaş çıxdı. O bir damcı yaş vardı, etiraf göz yaşı. O bir damcı yaş tərəziyə qoyulanda bütün günahlar üstələdi. Bu etiraf ruhu yaxşı şeydir. Dirəşmək lazım deyil. Səhv eləmirsən, eləmirsən. Allah nə istəyir bəyəm? Deyirəm, bağışla, ilahi, üzr istəyirəm, səhv elədim.